Növbəti bir sual ünvanlanıb, onu istərdim sizə deyim. Buyurun. Niyə uğurlu insanı dəstəkləməkdə çətinlik çəkirik? Niyə uğurlu insanı dəstəkləməkdə çətinlik çəkirik? Əslində uğurlu insan birinci demək nə deməkdir? Onu başa düşmək lazımdır. Yəni uğura çatmış, işində, karyerasında. Kimin uğuruna? Ailələrdə, hər tayfalarda bir-iki işıq olur. Uğura yaxın. Michael Jackson'ı götürək. Yoxsa götürməyə lazım deyil. Götürək. Michael Jackson deyək ki, o cür istedadı birinci ailədə kəşf ediblər. Ailə onun dayağı olub, yanında olub, güc olub. Onun uğuru Messini çempion elədilər. Doğrudan da Argentina 2022-də yığışdı, Messini çempion elədi və Messinin simasında hamısı çempion oldu. Yəni onun uğuru təkcə onun uğuru olmadı. Hamımızın bütün komandanın uğuru. Bizdə isə sənin uğurundur qardaşım. Mənim uğurum. Belə şey olar. Bölgələri necə bölüblər bir-birlərinə? Eyni 86 min kvadrat kilometrdə yaşayırıq, şükürlər olsun Allaha, sağ-salamat yaşayırıq. Allah şəhidlərimizə rəhmət edəsin, Allah cənab prezidentimizə can sağlığı versin. Yəni həqiqətən torpaqlarımız bütövlənib. Bəli, bütövlənib 86 min kvadrat kilometrdə yaşayırıq. Qonşumuz Rusiya 17 milyon kvadrat kilometrdir. İran 2 milyon kvadrat kilometrdir. Türkiyə 2 milyon kvadrat kilometrdir. Bu boyda böyük bir regionda biz 86 min kvadrat kilometrlərlə dayanmışıq ayaq üstə. Burada heç bir vətəndaşın əslində ixtiyarı yoxdur. Onu bir də içində bölgələrə bölüb insanlar bir-birlərinə xətrinə dəysin. Məsələn, mən bizim insanların, həmən bu 86 min kvadrat kilometrin içində yaşayan insanların gələcəmini də sevirəm, gələcəmini də. Yəni, bəzən şivələrdə də bu parçalanma özünü göstərir. Amma insanlar bir dünyaya ayılıb belə bir böyük deyirlərə şəkilə, böyük şəkilə baxsalar, biz genetik olaraq həqiqətən o tayfalarıq. Genetik. Biz danışırıq həmişə Salman. Bu boyda həngamənin ortasında biz varıqsa, bunu özümüz gərək imkan verməyək bir-birimizə onu parçalamağa. O deyir, mən bu bölgədənəm, bu deyir, mən bu bölgədənəm. Mənim bölgəm belədirsə, siz cığ deyirsiniz, bunlar jığ deyir. Gələcəm, gələcəm, gəlirəm. Fərqi nədir? Hamısına qurban olun. Yox, fərqi nədir? Əsas odur bir-birimizə başa düşürük. Sən gedib hansısa bir Ekvadorluya desən ki, ya gələcəm, ya gələcəm, ya gəlirəm, ya gəlirik, ya falan şey. O səni heç cür başa düşməyəcək. Amma məhz bu 86 min kvadrat kilometrin içində nə deyirsən denən biz səni başa düşürük. Yox, əsəbləşdi də. Bunu mən üzr eləmək istəyirəm. Bunu üzr hesab edirəm, amma bu illərdir bu bizdə davam edir. Bu bizi düşündürür artıq. Ki bunun üzərində institutlar, akademiyalar bunun üzərində işləməlidir. Düzdür. Dil öldüsə, o millət öldü, o cəmiyyət öldü. Əsas o dili doğrudan da qorumaq çox vacibdir. Çox vacibdir. Vurğuladığın kimi bölgüyə getməyi, bölməmək. Yəni bir dili də bu qədər şivələrə bölüb biz daha düzgün şivələ danışırıq. O deyir daha düzgün. Biz şivə türkçədə danışırıq. Cağatay türkçəsində danışırıq, nə orada burada. Türkiyənin öz türkçəsi var. Cənubi Azərbaycanın öz türkçəsi var. Osmanlı türkçəsidir. Osmanlı türkçəsi var. Yəni bu dil böyük bir dildir dünyada və nə qədər insanların ən böyük dil ailələrindən biridir. Yəni ruhların bir-birlərlə rabitəsinə. Fikir versən, dünyada 8 milyard insan var. O 8 milyard insanın içində 250 milyon insan var ki, bax belə danışanda bir-birlərini başa düşürlər. Bunu heç oturub insanlar düşünürlər. Mən dərdimi belə danışanda dünyada 250 milyon pik insan var ki, qalanı heç səni başa düşməyəcək. Yəni bir millətin dərdi, yəni dilini bilməsən, dərdini də bilməyəcəksən. Ona görə biz gərək öz dərdimizlə, öz dilimizdə bütünləşək o nöqsanlarımızla. Bağışlayın, uzatdım amma. Sualı təkrarlamaq olar. Sualdan biraz getdi. Niyə uğurlu insanı dəstəkləməkdə çətinlik çəkirik? Həmən o dil. Yəni. O dildə bizim ailələr, tayfalar bir-birlərini sadəcə dəstəkləyə bilmirlər. Əslində çox bəsitdir. Bir də uğurlu insanı niyə dəstəkləmirik sualı əslində mənə görə birinci düzgün sual deyil. Yaxşı insan uğurlu insanı, düzgün insan uğurlu insanı dəstəkləyir. İmkanı olan insan, yəni həqiqətən dəstəkləyir. Yerdə qalan dəstəkləməməsinin səbəbi orada çox belə deyək də şərtlər var. Egosundan dəstəkləməyə bilər.
Məsəl üçün ego basır ki, niyə o məndən yaxşıdır, qabağa getdi. Egosu imkan vermir dəstəkləməyə. Və yaxud da ürəyi istəyir, maddi imkanı yoxdur və yaxud da fiziki imkanı yoxdur, dəstəkləyə bilmir. Utandığından ona görə yanına da gələ bilmir. Yəni dəstəkləyə bilməməyin bir səbəbi yoxdur ki, mən onu imminoy və yaxud da şəxsən biz özü onu deyək ki, buna görə dəstəklənmir. Burada paxıllıq faktoru ola bilərmi? Paxıllıq faktoru, qabağa getməmək faktoru, özümdən verərəm faktoru və yaxud da gücü çatmama faktoru, çox faktor var. Yəni birini deyib dayanmaq sadəcə belə deyə də dayaz baxmaq kimi bir şeydir. Bir başqa bir mövzuya keçəcəm. Bir insan misal üçün yaxşı insandır. Amma onun heç bir dini inancı yoxdur. Buna toxunardınız zəhmət olmasa. O necə o yaxşı insan ola bilərmi o? Baxın, gəlin belə deyək, yaxşı insan deyəndə Kimdir yaxşı insan? Bax, mən ora sual gələ verirəm. bilər. Yaxşı insan Kimdir bu yaxşı yoxdur. insan? Kimdir bu yaxşı insan? Altı Tanımaq bax- istəyirəm o insanı. Kimdir bu yaxşı insan? Düşünürəm ki, yaxşı görünən insan ola bilər. O Amerikan filmlərində Salman Ora gətirəcək. son dönəmlərdə yaxşılıqla bağlı bir-iki cümlə eşitdim. Məsələn, biri çox xoşuma gəldi. Deyir ki, biri deyir ki, mənə deyir pislik elədi. Deyir, sən ona nə yaxşılıq eləmişdin ki? O birisi də deyir ki, sənin elədiyin heç bir yaxşılıq cəzasız qalmayacaq. Bu da həmən o yaxşı insan olmaq istəyib, yaxşılıq eləyəndə bütün yaxşılıq elədiklərinin hamısı sənə bir-bir pislik eləməyə başlayacaq. Və bunun kodu budur. Bəyəm, yaxşı insan anlayışı dinə mi bağlıdır? Olar bir sual verim. Əlbəttə, buyurun. Axı bizim bəzi pisliklərdən qoruyan bizim Allah İcazə verin, qorxusudur. sualı tamamlayım, sonra sualı davam edəndə o sual, o dediyiniz də bu sualın cavabının içərisində gedəcək. Bax, dindən əvvəl də insanlar var idi, dindən sonra da bir tarix var, dindən əvvəl də bir tarix var. Dindən əvvəl də tarixə baxanda o qədər yaxşı insan görə bilərsən ki. Ümumiyyətlə, yaxşı insan anlayışının özü tamamilə fərqli bir şeydir. Yaxşı insan kimə görə yaxşıdır? Ona görə yaxşıdır, buna görə bizdə. Yaxşı insan eynən 6-9 kimidir. Hərəyə görə dəyişir. Almanlara görə Nisbidir. Hitler, məsəl Nisbidir. üçün Almanlara görə Hitler qəhrəmandır, Ruslara görə qatildir. Görürsüz? Yəni yaxşı insan anlayışı da dəyişkən bir şeydir. Belə bir sual gəlib ki, cadu, göz, nəzər var. Belə bir sual gəldikdə ki, cadu, göz, nəzər, insan irqi yaranandan var. Mən hətta bunu öz qohumlarımızdan birinin misal çəkirəm ki, əvvəllər danışan bir 20 il bundan qabaq. Nənəm belə toyuq cücə ilə istilik verdi, toyuqlar, cücələr, bir şey. Öz doğma qardaşı gəldi, darvaza deyirlərdi orada. Darvazanı açdı belə dedi ki, maşallah Şövkət, elə bil fermadır. Üstündən 2 gün keçdi, 250 dənə cücə başını qoydu yerə. Ondan sonra dedim ki, öpürəm səni. Maksimum gözünə görünməməyə çalışıram. Yazarəmət edirəm, sevgilər. Onun özündən asılı deyil, onu demək istəyirəm. Yəni göz nəzər, bir də həmən o göz nəzər sahibinin özündən asılı deyil. O da onun sınağıdır. Bu var. Elm olaraq da var, həvəskar şəkildə də var. Görsən, TikTokda zəddə tuturlar, aparırlar. Çünki o həvəskarın işi deyil. Peşəkarın işidir və peşəkarın işinə olmaz, dünyada qadağan olunub. Bu bir elmdir, cadu elmi, təhlükəlidir. Onunla bilmədən məşğul olan insanlar ruhlarını və zehinlərini zədələyə bilərlər. Həmən o elmsizliklərindən, bilgisizliklərindən. Ona görə təhlükəli bir şeydir. Var olmağı ilə də mübarizə həmən o ruhun dualar deyir. İnsanlar bir dəqiqə dua edelim üçün mütləq şəkildə təmiz ərəbcə bilmək istəyirlər, təmiz nə bilim nəsə bilmək istəyirlər. Mükəmməllik xəstəliyi var, mütləq ərəbcə deməsə dua qəbul olmayacaq. Amma elə deyil. Sənin öz Tanrınla münasibətin sənin elə qırıq cümlələrindədir. Sən elə öz təkəbbürlü, yen, o qırıq cümlələrinlə Tanrıya ötür onu. Bu özü böyük bir şeydir. Mən başqa cür baxacağam. Buyurun. Yəni cavabı, yəni ümumilikdə deyim ki, əlbəttə mütləq şəkildə var.
Zaodu biti dediyimiz bir şey, mənim fikrim biraz fərqlidir. Elm bunu təsdiqləmir. Elm bunun varlığının sadəcə gülməli olaraq baxır. Amma deyirik yazılmayan qanunlar var. Bax, cadu elmin yazılmayan qanunlarındandır. Görünməyən enerjilərin gücü. Göz, nəfis elmin yazılmayan qanunlarındandır. Çox maraqlı bir şeydir. Həqiqətən var. Bunu sübut edən faktorlar da var. Var, insanlar var. Faktorlara qoyuram bir qədər. Özüm yaşayıram mən bunu. Qardaş, mənim özümə gözüm dəyir. Nəyə qoyub, nəyə danışırsınız? Ola bilər. Nəsə alıram, baxıram ki, aldım. Nə gözəl yaraşdı. Çart qırıldı. Məsəl üçün. Başıma gəlib, yaşanıb, ona görə deyirəm. Yəni, ümumiyyətlə bu gözəl, bəd nəzər dediyimiz dində də var. Peyğəmbərimizə də vaxtında cadu ediblər. Həzrət Əli gedir, quyudan çıxardır və göydən Fələq və Nas surəsi inir. Bəd nəzər və cadu biti üçün. Dində də bu var. Energetik aləmə baxanda enerji olaraq da bu var. Göz olaraq bizim hələmizin bir auramız var, bir titrəşimimiz var. Hər bir kəsində bir titrəşimi var. Buyur. Gözdən baxır. Yoxdur ki, o axırda gəlib gözdən baxır da o. Ümumiyyətlə amma indi bir dənə ümumiyyətlə baxan göz deyil ki. Ümumiyyətlə baxan göz deyil ki, baxan beyindir. Göz göstərəndir, baxan beyindir. Baxır, götürür, beyin onu algılayır. Yəni gözdən də ötürən beyindir. Titrəşimi ötürür, negativi ötürür, paxıllığı ötürür. İndi ona görə də sənin auran əgər açıqdırsa, xoş gəldin, nəfəs. İndi ona görə də bu dəzdən təkrar edir. İndi ona görə də sosiallarda, TikTokda, nə bilim Instagram, orada, burada valideynlər körpə uşaqlarının şəkillərini çəkib paylaşırlar. Ay maşallah, ay axırda 3 gündən sonra bütün ailəyə xəbər yayılır ki, uşağın qızdırması qalxıb, qızdırma nə bilimlər. Sən uşağı aparıb cəmaatın qabağına tullayıb, like toplayanda uşağın qızdırması qalxacaq da. Eynən. Qoy uşağın qızdırması normal hərarətdə dayansın da. Çox xahiş edirəm sizdən. Uşaqları öz oyunlarınıza qatmayın. Alət eləməyin. Alət eləməyin, bəli. Yəni var. Var. Elm təsdiqləməsə də, indi yenə və yaxud da cadu da var. Bir də cadu böyük bir elmdir. Yəni özü bir ayrı elm deməyək indi, ayrı bir fəlsəfədir. Yox, bir araşdırma, bir qəlbə bir şey. Amma bir də onu da nəzərə çataq, sosial şəbəkələrdə son zamanlar biz o gün danışırdıq bu barədə yenə də ki, danışaq. Nə qədər cadu eləyən var, kart açan var, bunlar kimdirlər? Siz kimsiz? Kart açırsınız. Siz kimsiz cəmaatın cadusun yerini tapırsınız? Siz kimsiz cəmaata dua yazırsınız? Bax insanların Sizinlə vaxt, onların da vaxtları çatacaq. bax indi o həvəskar az qalıb. Bax o həvəskar kart oynayanlar, o belə insanların o mənəvi dünyasını sömürən insanlar. Məhv edirsiniz Gələcəyi insanları. görmək istəyir. Axı o insan hər insan istəyir də görüm gələcəkdə. Nə qədər aciz O da insan məsələ yox. olub. Aciz deyildi, mənə görə böyük acizlikdir, valla. Yox, xeyr. O necə bir şeydir? Necə ki deyirlər ki, insan elə bir genetik varlıqdır ki, insan tələsəndir. Ona görə biz insan həmişə indilərini itirir. O tələsə bir də baxırıq ki, 95 yaşımız var. Hələ də heç nə yoxdur. Bildiniz, hələ dünyadan bir şey bölüşməmişik. Var, o adam da var. O adam da var, amma mən yenə deyirəm də, yəni Çox uzatmayaq bunu. var, qorunun. Var. Qorunun dualar öz qırıq cümlələrinizlə, öz dualarınızla.